Değerli izləyicilər, Masazır qəsəbəsində Qurtuluş 93 kompleksinə yaxın bir ərazidə belə bir həyət evi göstərəcəm sizlərə. Kupçası var, sonra qədər cüt daşla tikilib, dəhlizin görürsü, döşəməsi laminat, qapılar dəhlizə açılır, qiymət 87 min manat. Qurtuluş 93 kompleksinə çox yaxındır və burada bizdə hamam otağıdır. Hamam otağı da böyük həcmdədir. Burada yataq otağımızdır. Otaqlar böyükdür. 87 min manata deyilir, nağd satılır, endirim olunacaq. Bu yataq otağını görürsünüz. O hissəsində də lazım olsa gələcəkdə bir divara paltar dolabı da yığdırmaq olar. Kombisinə kimi tam hazır. Bu ikinci yataq otağıdır. Otaqlar böyükdür. Cüt daşla tikilib. Qaz, su, işıq və kanalizasiya var. İndi sonuncu qonaq otağını göstərəcəm. Qonaq otağının sadəcə bir dənə bu lampası işığı yanmır. Təmirində də söz yoxdur. Təmirdə çox səliqəli. Masazır qəsəbəsində sizlərə 3 otaqlı, şəxsi özü üçün tikilmiş belə bir həyət evi göstərirəm. Qurtuluş kompleksinə yaxın, yaxınlığında bağçası, məktəbi var. Həyətini göstərib. Həyətdəki göz qabağında. Tam rahat, geniş və işıqlı. Kombi hissəsi orada, zirzəmisi orada. Bu da evin üz görünüşüdür. Evin üz görünüşünü bu hissədə bir daha belə ümumi göstərim. 87 min manata bu ev deyilir. Ağac üçün yer də var. Endirimdə olunacaq evə baxdıqdan sonra. Köhnə tikilidir, şəxsi tikilidir. Qaçırmağına dəyməz. Sonra bir də izlədiyiniz üçün təşəkkür edirəm. Videonu bəyənin, şərh bölməsində şərhlərinizi qeyd etməyi unutmayın.